Axşam vaxtı bir dənə ev sayağı şaurma. Necədir sizin üçün? Bunun üçün bizə lazım olanlar. Bax, biraz toyuq əti gördüyünüz kimi. Sonra da ki, şaurmada əsas nədir? Sous. Sous üçün birinci başlayacağım ədvalardan. Bax, bizə keşniş toxumu lazımdır, zirə lazımdır, raziyana lazımdır, paprika lazımdır, sarı kök lazımdır. Bir də ki, həmən bu sous üçün bizə mütləq, bax, belə keyfiyyətli mayonez lazımdır. Bu mayonezi siz bir market tətbiqində mayonez sözü yığın, görəcəksiniz ki, Banu Topdan ixalçının məhsulları çıxacaq qabağımıza. Orada bir sıra keyfiyyətli məhsullar var. Bunlar ixalçılar birbaşa özləri götürürlər. Həm də ki, bir market tətbiqi vasitəsilə birbaşa evinizə çatdırılma var. Bax, bu qreçeski yoğurt mənə lazımdır, mütləq bundan ha. Yəni ki, adi qatıq işə keçməyəcək. Çünki qreçeski yoğurtun elə bir ki, iyi, dadı neytraldır, ona görə bu yarayır. Kartof, zeytun yağı, köhnə dədə-babadan qalmış, bax bu həvəng dəstə. Yəni dədə-baba lavaşı, bax belə ləzzətli sac lavaşı. Doğranılmış turşu xiyar, biraz qırmızı soğan, sərmisaq. Qırmızı soğan mən şəxsən özüm üçün götürmüşəm. Uşaqlar bundan yemir, klassik resepti də bu yoxdur. Ümumiyyətlə, burada nə gördünüz? Bu 3 şaurmalıqdır. Yəni cəmi 3 şaurmalıq. Bax, kartofumuzu atırıq qızarmağa. Özdə mən üstədiyim, mən ərinmiş yağda qızardıram. Mən ümumiyyətlə o semiçka yağlarıdır, nə bilim, onları başa düşmürəm. Ancaq ərinmiş yağ. Kartof pişənə kimi, bax, bütün bu ədvalarımızı o belə səliqə ilə göndəririk həvən dəstəyə. Hamısını bir yerdə əzəcəyik. Bax, belə. Üyüdülmüş ədvalarımızı, bax, bu cürlə əndəririk, bax, bir dənə belə bir boş qaba. İçinə əzirik, bax, belə sərmisağı. Zeytun yağı əlavə edirik. Yunan yoğurtunu əlavə edirik. Və sonda həmən o mayonezi əlavə edirsiniz. Hansı ki, o bildirçin yumurtalarındandır. Hansını ki, siz bir market tətbiqində evə çatdırılma ilə, pulsuz çatdırılma ilə əldə edə bilərsiniz. Bu ərəfədə kartofumuz artıq hazır. Bax, sous axırda bu vəziyyətdə olmalıdır. Yəni, yaxçı qatışdırasınız. Sonra bax, toğu atırsınız, bax, belə tavaya. Sadəcə qızdırmaq üçün, yəni pişirmək lazımdır. Toğ artıq pişib onsuz, hazırdır. Sonra da başlayırsınız şaurmanı yığmağa. Məndə lavaş hələ bir ki, biraz balaca çıxdı, 2 dənə qoydum. Birinci, bax, belənçik düzürsünüz toğu ora. Dalıcan duzlu xiyar. Mən xiyarını biraz çox edirəm, çünki demək olar ki, nə kartofa, nə də ki, toyuğa demək olar ki, duz qatmamışam. Sonra bax, belənçi kartofunu düzürsünüz üstündən. Sonra da bax, belə belənçi bol sousdan vurursunuz. Bax, belənçi pükürsünüz, göndərirsiniz tosterun üstünə 1-2 dağlıq. Bax, baxın. Nəticədə bax, bu cürlə belə ləzzətli ev sayağı şaurma alındı. Uşaqlar canla başdan bunu yeyir. Sizə deyim, qiyməti də belə baxa-başa gəlmir. Düzəldin, siz də yiyin, nuş olsun. Qəlbdən qəlbə.